Bu videoda sizə MyGov tətbiqi vasitəsilə Qarabağa icazəni necə əldə edə bilərsiniz, onu göstərəcəm. İlk növbədə MyGov-a daxil olursunuz. Videoya keçməmişdən əvvəl onu qeyd edim ki, MyGov tətbiqində qeydiyyat haqqında video bu videonun şərh bölməsində qeyd edilibdir. Keçid edib baxa bilərsiniz. Proqrama daxil olandan sonra aşağı hissədə olan xidmətlər bölməsinə keçid edirsiniz. Daha sonra buradan nəqliyyat bölməsinə daxil olursunuz. Həmin bu bölmədən isə işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə butonuna klikləyirsiniz. Daha sonra müraciət et butonunu təsdiq edirsiniz. Sonrakı mərhələdə səyahətin başlama tarixini qeyd edirsiniz. Nümunə olaraq ayın 10-unu qeyd edirəm. Təyinat nöqtəsi bölməsinə isə hansı rayonlara gedəcəksinizsə, həmin rayonların adlarını qeyd edirsiniz. Təsdiq etdikdən sonra sizə qeyd etdiyiniz rayonların adı və səyahətin bitmə tarixi göstərilir. Davam et butonuna klik edib, bu səhifədə isə gedəcəyiniz maşının markasını və qeydiyyat nişanını daxil edib davam et butonuna klikləyirsiniz. Daha sonra həmin maşını buradan seçirsiniz. Bu mərhələdə artıq siz sərnişin kimi qeydiyyata düşürsüz, avtomatik olaraq əlaqə nömrənizdə əks olunur. Əgər sizdən başqa gedəcək şəxslər də varsa, həmin şəxsləri sərnişin əlavə et butonuna klikləyərək əlavə edə bilərsiniz. Əlavə etməkdən ötürü FIN kodu, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və həmin şəxsin telefon nömrəsini yazmağınız kifayət edir. Sərnişinləri də əlavə edəndən sonra qarşınıza belə bir səhifə çıxır. Aşağıda olan təhlükəsizlik xəbərdarlıqlarını qəbul edib təsdiqləyirsiniz. Daha sonra sizin qeydiyyatdan keçdiyiniz telefon nömrəsinə 4 rəqəmli təsdiq kodu gəlir. Həmin kodu bura daxil edərək növbəti mərhələyə keçid edirsiniz. Kodu yazandan dərhal sonra sizin müraciətiniz təsdiq olunur. Həmçinin mesaj vasitəsilə də sizə belə bir mesaj göndərilir. Bu səhifədə qeyd yerini doldurmağa ehtiyac yoxdur. Sadəcə tamamla butonunu təsdiq edib səfər edə bilərsiniz. Əgər etdiyiniz müraciəti ləğv etmək istəyirsinizsə, ana səhifədə sizin müraciətiniz əks olunur. Həmin müraciətə daxil olaraq aşağı hissədə olan ləğv et butonuna klikləyirsiniz. Daha sonra təsdiq edib müraciəti ləğv edə bilərsiniz.